Salam əziz şagirdlər. Bu günlərin biz həndəsənin əsas anlayışları bölməsindən birinci mövzunun izahına baxırıq. Başlayaq sualımızın izahına. Birinci sualda deyir ki, uzunluğu 39 cm olan düz xət parçası 3 bərabər hissəyə bölünmüşdür. Demək, bizim uzunluğu 39 cm olan bir düz xət parçamız var. 3 bərabər hissəyə bölünübsə, demək ki, hər hissənin uzunluğu 13 cm-dir. Kənar hissələrin orta nöqtələri arasındakı məsafəni tapın. Kənar hissəmiz daha doğrusu birinci və üçüncü hissələrdir. Birinci hissənin ortası 6,5-dir. Üçüncü hissənin də ortası 6,5-dir. 1 və 3 arasındakı, yəni kənar nöqtələrin ortaları arasındakı məsafəni tapmaq üçün biz 6,5 topla 13 topla 6,5 yazmalıyıq. Bu da edər 26. Doğru cavabımız olar B variantı. İkinci sual eynisidir. 3'də düz xətt üstündə A, B, C, D, Y nöqtələri verilmişdir. Alınmış şüaların sayını müəyyən edin. Bilirik ki, düz xətt üstündə N nöqtə varsa 2N saylı şüa, N vuraq, N çıxaq 1 bölək 2 saylı isə parça var. Nöqtələrimizi sayırıq. 5 nöqtə var. 5 nöqtə varsa 5 vurulsun 2, yəni 10 sayda şüa var. B variantı. Uzunluğu 48 cm olan AB düz xət parçası üzərində M nöqtəsi götürülmüşdür. Fərqli suallara baxaq ki, biz vaxtımız çox getməsin. Deməli, AB düz xəttli parçası var. Uzunluğu 48 cm-dir və üzərində deyir M nöqtəsi götürülmüşdür. Fərz edək ki, buralarda da bir M nöqtəsi var. AN parçasının uzunluğu MB parçasının uzunluğundan 7 dəfə böyükdür. Onda biz M nöqtəsini biraz B-yə yaxın götürməliyik. AM MB-dən 7 dəfə böyükdür. Əgər biz MB-yə X desək, AM olacaq 7X. Ümumi 48 olduğuna görə 8X bərabərdir 48-ə, X bərabərdir 6-ya. Demək, MB 6 cm, AM isə 42 cm-dir. MB parçasının uzunluğunu tapın, olacaq 6. 7-ci sual. Uzunluğu 20 cm olan AB parçası üzərində M nöqtəsi qeyd olunmuşdur. AB parçası uzunluğu 20 cm-dir və üzərində M nöqtəsi qeyd olunub. AM və MB parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. M orta nöqtə deyil, sadəcə AB üzərində bir yerdə qeyd olunub. Onda biz belə edək. AM parçasına X cm deyək. MB parçasına da Y cm. Bilirik ki, ümumi parçamızın uzunluğu 20'dir. Yəni X topla Y bərabərdir 20'ye. Deyir ki, AM və MB parçalarının orta nöqtələri arasındakı məsafə. AM parçasının orta nöqtəsi X bölü 2. MB parçasının orta nöqtəsi də Y bölü 2'dir. İndi orta nöqtələr arasındakı məsafəni tapmaq üçün biz X bölü 2 üzərinə gəl Y bölü 2 yazmalıyıq. Yəni X topla Y bölü 2. X topla Y zaten var bizdə 20. 20 bölü 2 cavab da edəcək 10. D variantı. 9-cu sual. AB parçası üzərindəki nöqtə onu birinin uzunluğu, digərinin uzunluğunun 24% olan iki hissəyə bölür. Yenə AB parçası həndəsədə mütləq birinci şəkil çəkilməlidir. Üzərindəki bir nöqtə. Fərz edək ki, bir dənə K nöqtəsi var. Və bu K nöqtəsi vasitəsilə AB parçası iki müxtəlif hissəyə bölünüb. Deyir ki, bizə birinin uzunluğu digərinin 24%-dir. Fərz edək ki, K x cm, daha doğrusu KB x cm-dir. AK da X'ın 24%, yəni X vuraq 24 bölünsün 100. Bu da bizə verir 0,24 X. Deməli, AK da 0,24 X-dir. Sonra deyir ki, alınan parçaların uzunluqlarının fərqi 76 cm-dir. Yəni, KB çıxaq AK bərabərdir 76. KB X-dir. X çıxaq 0,24 X bərabər 76. 0,76 X bərabərdir 76. 100'ə vursaq 76 X bərabərdir 7600. Hər tərəfi 76'ya bölsək X bərabərdir 100'ə.
X ilə işarə etmişik KB parçasına. Deməli KB parçası 100 santimetrdir. AK da onun 24%'dir. Elə olacaq 24 santimetr. Çünki 100'ün 24%, 100'ü vururuq 24'ə, bölürük 100'ə. Yüzlər ixtisar gedir, elə 24 qalır. Bizdən istədiyi AB parçasının ümumi uzunluğudur. Biz AB parçasının ümumi uzunluğunu tapmaq üçün AK məsafəsi ilə KB məsafəsini toplamalıyıq. Yəni 100 topla 24, cavab olacaq 124. 10-cu sual eyni tipdədir. Bunu özünüz işləyərsiniz. 11'ə baxaq. Deyir ki, M-in parçası NY-dən 2 dəfə uzundur. Baxın, mən NY-yə X deyirəmsə, M-in ondan 2 dəfə böyükdür. Yəni 2X-dir. M-in 14'dür. Hansı ki M-ə 2X demişəm. 2X bərabərdir 14'ə. Buradan X bərabərdir 7'yə. Bizdən istədiyi MY-dir. Yəni ümumi parçanın uzunluğu. Baxın, X-imiz 7 oldu. Onda 2X-imiz 14'dür. Bizə lazımdır ümumi parçanın uzunluğu. Yəni 14 topla 7, cavab olacaq 21. G variantı. 12 eyni tipdədir. 13-cü suala baxaq. AC parçası SB parçasından 20% böyükdür. Şəkilə baxırıq ki, SB-nin qiyməti var şərtdə verilibdir. SB 25 santimetrdir. Bura 25'dir. Və deyir ki, AC SB'dən 20% böyükdür. Yəni 25'dən 20% artıq olan bir ədədi tapmalıyıq. Ya 25'in 20%'ini tapıb 20 ilə toplamalıyıq, ya da 25'in birbaşa 120%'ini tapmalıyıq. 25 vuraq 120 bölək 100. İxtisar getsə burada 4 qalar, 4 ilə 120 də getsə 30 qalar. Deməli AC parçasının uzunluğu 30'dur. Bizdən istədiyi AB-dir. Yəni ümumi 30 topla 25, cavab olar 55. 14 eynisidir. 15-ci sualda C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2/3 nisbətində bölürsəm, yine A'dan C'ye qədər 2K, C'dən B'ye qədərsə 3K'dır. AC bölünsün AB nisbətini tapın. AC bölək AB bərabərdir. AC ümumi 2K'dır. 2K'nın AB'ye yəni 5K'ya nisbəti kalır. İxtisar getsə 2'nin 5'ə nisbəti. 2'ni 5'in nisbətini kəsrlə ifadə etsək 2 bölünsün 5. Bu da eder 0,4. D variantı. 16 eyni tipdə bir sualdır. 17'yə baxaq. C nöqtəsi AB parçasının orta nöqtəsidir. Demək ki, AB parçamız var bizim və C bunun orta nöqtəsidir. D nöqtəsi isə C ilə B arasında yerləşir. Buralarda da bir D nöqtəsi var, amma orta nöqtə deyil. C ilə B'nin arasında yerləşib, orta nöqtə deyil amma. Sonra deyir ki, AD A'ya bərabərdir. A'dan D'yə olan məsafə kiçik A'dır. DB B'dir. Buradan bura qədər də məsafə B'dir. Ümumi parçamız bizim axı AB idi. O zaman ümumi parçamızın uzunluğu olmalıdır A topla B. Yəni bütöv məsafə. İndi deyir ki bizə DS'ni tapın. Yəni baxın bu hissənin uzunluğunu istəyir. Əvvəla biz bildik ki C nöqtəsi orta nöqtədir. C nöqtəsi orta nöqtədirsə deməli AB parçasını 2 bərabər hissəyə ayırır. AC-dən CB-yə qədər olan hissələr bir-birinə bərabərdir və ümumi parçanın yarısıdır. Yəni A topla B bölünsün 2. Onda belə çıxır ki, diqqətlə fikir verin. Burada D nöqtəsidir. C'dən B'ye qədər ümumi A topla B bölünsün 2'dir. Düzdürmü? Eləcə də A'dan C'ye qədər A topla B bölünsün 2'dir. İndi bizə lazımdır DC. Baxın bu hissə. Mən bu hissəni tapmaqdan ötürü ümumi CB'dən, yəni CD bərabərdir. Ümumi CB'dən DB'ni çıxmalıyam. Fikir verin. CD'ni tapmaq üçün ümumi CB'dən bax buranı tündləşdirdiyim hissəni çıxmalıyam. İfadələrini yerinə yazsam CD bərabərdir. CB bizdə A topla B bölünsün 2 idi. Minus DB də B'dir. Ortaq məxrəc eləsək
A topla B bölü 2 minus 2'də 2B bərabərdir 2'də A topla B minus 2B. Bu da bize verecek A minus B bölünsün 2. C variantı. 18 eynisidir. 19. sual. AB parçası A nöqtəsindən başlayaraq C nöqtəsi ilə 4 bölünsün 5, D nöqtəsi ilə 7 bölünsün 2 nisbətində bölünmüşdür. Parçanı qeyd etdik. AB parçası A nöqtəsindən başlayaraq C bölünsün D. C nöqtəsi ilə deyir. Burada bir C nöqtəsi var. 4'ün 5'e nisbətində bölünüb. Yəni A'dan C'yə 4K, C'dən də B'yə 5K'dır. Sonra deyir ki, AC D nöqtəsi ilə isə 7'nin 2 nisbətində bölünüb. Yəni buralarda da bir D nöqtəsi var. A'dan D'yə 7K'dır. D'dən B'yə də 2K'dır. Baxın, həqiqətən də ümumi AB parçası 9K'ya tamamlanır. Yuxarıdan da fikir verirsək, AC 4K, CB 5K, ümumi 9K. Aşağıya fikir verirsək, AD 7K, DB 2K, yenə ümumi oldu 9K. Deyir ki, bizə AC 8'dir. Baxın, bizdə AC 4K'dır. Deməli, 4K 8'ə bərabərdir. Buradan K bərabərdir 2'yə. CD'nin uzunluğunu istəyir bizdən. Fikir verin. Bizim CB'miz ümumi 5K'dır. Və D'dən B'yə qədər əgər 2K'dırsa, deməli C'dən D'yə qədər, üzr istəyirəm, C'dən D'yə qədər olmalıdır ümumi 3K. Düzdür? K'nı da tapmışıq 2. K 2'dirsə, o zaman 3K olacaq 6. Doğru cavabımız A variantı. 20. sual. AB parçasına daxil olan K nöqtəsi üçün AK'nın KB'yə nisbəti 5 bölünsün üstü. Demək, AK 5K'dır. Yox, üzr istəyirəm. AB'nin KB'yə nisbəti. KB və AB ümumi. AB'miz ümumi 5K'dır. KB'miz də 3K'dır. Onda belə çıxır ki, AK'mız 2K'dır. Bunu silək. Qəşəng yazaq ki, səliqəli olsun. Deməli, AK oldu 2K, KB də 3K, ümumi AB də 5K. AK 2K'dır, 2K'nın AB-yə, yəni 5K'ya olan nisbəti. K'lar ixtisar getsə, 2'nin 5'ə nisbəti C variantı. 21 eynidir. 22. sualda diaqramda müxtəlif düz xətlər üzərində qeyd olmuş nöqtələrin və onların əmələ gətirdiyi şüaların sayı haqqında məlumat verilmişdir. N topla M çıx K ifadəsinin qiymətini tapın. Deməli, N şüaların sayını göstərir. Üfüq ox üstündə yerləşən rəqəmlər isə nöqtələrin sayıdır. 2 nöqtə varsa 4 şüa var. 3 nöqtə varsa 6 şüa var. 4 nöqtə varsa 8 şüa var. İndi N topla M 4 topla 8 minus K 6. 12 çıx 6 cavab olacaq 6. 23. Düz xətt üstündə A, B, C, D nöqtələri ardıcıl qeyd olunmuşdur. Bu düz xəttimiz üzərində A, B, C və D nöqtələri ardıcıl qeyd edilib. AC bərabərdir BD-yə. AC bərabərdir BD-yə və hər ikisi 17'dir. 17, 17. AD isə ümumilikdə 23'dür. Fikir verin. A'dan D'yə 23'dürsə, B'dən D'yə 17'dirsə, deməli A'dan B'yə 6'dır. Bu tərəfdə də C'dən D'yə 6'dır. Çünki ümumi 23'dür. A'dan C'yə əgər 17'dirsə, C'dən D'yə olacaq 6. Bizdən istədiyi BC'nin uzunluğudur. Baxın bu hissə. Mən bu hissəni tapmaq üçün ümumi BD-dən, yəni 17'dən çıxaram CD məsafəsini, yəni 6'nı. Cavab da olar 11. B variantı. 24. Düz xətt üzərində ardıcıl olaraq A, B, C, D və Y nöqtələri verilmişdir. Bizim düz xəttimiz üzərində A, B, C, D, Y.
nöqtələridir verilib. AB üstə gəl BC 32-dir. Aha, gəl belə edək biz. Deməli, AB bilmirik nə qədərdir. Buna x deyək. BC də olsun y. Deyir ki, AB plus BC 32-dir. Yəni, x topla y 32-dir. AB üstə gəl CD. CD-yə bir z deyək. X topla z bərabərdir 30-dur. 2 dənə AB, yəni 2x çıxaq. DY. DY-ni də bilmirəm nədir. DY-yə də bir tutaq ki, A deyirəm. 2x çıxağa 4-dür. AY 78-dir. Aha, AY baxın, ümumi bu parçanın uzunluğudur. Hansı ki, mən AY-ni tapmaq üçün x-i, y-i, z-i və a-nı toplamalıyam. Bu 78-dir. Bizdən nə istəyir? DY-ni. DY-yə də biz A demişik də. Fikir verin. Bu üçünü toplasaq əgər. Nə alarıq? Tərəf-tərəfi toplayanda 2x, burada da 2x. 4x üstə gəl. Y. Gəlin tərəf-tərəfə toplamayaq. Daha rahat belə edə bilərik. Əgər x ilə y-in cəmi 32-dirsə, onda z ilə a-nın cəmi, z topla a bərabərdir. 78-dən 32-ni çıxmalıyıq, edər 46. Əgər ki, x ilə z-in cəmi 30-dursa, deməli, y ilə a-nın cəmi olacaq nə? Y ilə a-nın cəmi 78-dən 30 çıxanda 48-dir. Bunları tərəf-tərəfə toplasaq, y topla z topla 2a bərabərdir 94'dür. Bu belə. Buradan alırıq ki, y topla z bərabərdir 94 çıxılsın 2a. Deməli, biz buradan, baxın bu bərabərlikdən, y topla z-in yerinə 94 çıxılsın 2a yazarıq. X topla 94 çıxaq 2a, üstə gəl a bərabərdir 78. Bəs indi x-i necə a-la ifadə edək? Baxın, 2x çıxılsın a 4 idi. Buradan 2x bərabərdir a topla 4'dür. X də bərabərdir a topla 4 bölünsün 2'dir. İndi x-in də yerinə a topla 4 böl 2, üstə gəl 94 minus bu ikisinin cəmi a bərabərdir 78. Buradan a topla 4 böl 2 minus a bərabərdir 78 çıxılsın 94'ə. A topla 4 böl 2 minus a bərabərdir mənfi, deməli 6, 16'ya. Hər bir həddi 2'yə vursam, a topla 4 minus 2a bərabərdir mənfi 32'yə. Mənfi a üstə gəl 4 bərabərdir mənfi 32, mənfi a bərabərdir mənfi 36'ya, a bərabərdir müsbət 36. İndi baxaq görək a-nın haranı işarələmişdik? DY məsafəsini. Deməli, DY oldu 36. Bizdən də elə onu istəyirdi. Doğru cavabımız D variantı. 25-ci sual. Uzunluğu 60 olan AB düz xətt, AB üzərində götürülmüş C və D nöqtələri onun A nöqtəsindən başlayaraq 2, 3, 5 nisbətində bölür. BD parçasının ala biləcəyi qiymətlərin cəmini tapın. Aha, deməli, buradan bir neçə mümkün hal var. Şəklə fikir versəz görərsiniz ki, 2 dənə nöqtəni veribdir. Amma hansı nöqtə CD, hansı nöqtə D-dir, onu demir. Ona görə bizə deyir ki, BD-nin ala biləcəyi qiymətlərin cəmini. Yəni, orada müxtəlif deyəndə 2 dənə hal olacaq. Həmin hallara uyğun olaraq biz BD-nin ala biləcəyi qiymətləri seçəcəyik. Birinci halda düşünək ki, C buradadır, D də burada. İndi və şərti buna uyğun, yəni şərtə uyğun məsələni həll edək. Deyir ki, C və D nöqtələri onu A nöqtəsindən başlayaraq 2, 3, 5 nisbətində bölür. Deməli, bura 2K, 3K, 5K. Ümumi oldu 10K. 10K bərabərdir 60'a, K bərabərdir 6'ya. Onda BD məsafəsi 5K'dır deyə. BD olacaq 30. Bu birinci hal. İkinci halda ola bilər ki, D, C kimi qoyulsun nöqtələr. Onda yenə bura 2K, 3K, 5K'dır. Bu səfər K-nı da 6 tapmışıq. K 6'dırsa bu səfər BD parçası 8K'dır.
8K da bərabər olacaq 48-ə. İndi bizə deyir BD-nin ala biləcəyi qiymətlərinin cəmi 30 və 48 cavab eləyəcək 78. 26. AB parçasının bir ucundan AB parçası bir ucundan 20% kəsilərək AD parçası. Deməli bir ucundan buradan 20% kəsildi. Fərz edək ki, AB-nin ümumi uzunluğu x-dır. Buradan 20% kəsilibsə, olub 0,2 x kəsilən. Digər ucundan isə AB-nin uzunluğu 70% artırılaraq DY parçası alındı. Deməli, digər ucundan 70% artırıldı. Gəlin bunu biraz qısaldaq. Belə bir şey. 70% artırdıq. AB-nin uzunluğunun özdə 70%. Biz AB-yə x demişdik. AB-nin uzunluğunun 70% olacaq. 0,7 x. Artırılaraq DY parçası alındı. DY 60'dır. Şimdi görək DY'nin uzunluğunu necə tapmaq olar? Baxın, DY buradan bura qədər olan məsafədir. Buranı bildik. Bura 0,7 x-dır. Bəs biz AD-ni necə tapaq? Axı DY-ni tapmaqdan ötürü biz AY ilə AD-ni toplamalıyıq. AD-ni tapmaqdan ötürü x-dan 0,2 x-i çıxarıq. Onda olar bura 0,8 x. Demək, DY bərabərdir AY, yəni 0,7 x üstə gəlinsin 0,8 x. Bu da etdi 1,5 x. Və deyir ki, DY 60'dır. Yəni 1,5 x bərabərdir 60'a, 10'a vurduk 15 x bərabərdir 600'ə, x bərabərdir 40'a. AB-nin uzunluğunu tapın. AB-ni ümumi ilə x-dan işarə eləmişdik. X da oldu 40. Doğru cavab Y variantı. 27. Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 5 cm olan 2 mail çəkilmişdir. Deməli, bu bizim düz xəttimiz. Bir dənə düz xətt. Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtədən fərz eləyək ki, bu A düz xəttidir. Yuxarıda da bir M nöqtəsi var və M nöqtəsindən düz xəttə qədər olan məsafə deyirsə mütləq perpendikulyarı indiririk. MK məsafəsi 3 cm-dir. Yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 1 cm olan 2 mail çəkilib. MB maili, bunun da uzunluğu 5'tir. Bu da olsun MF maili, bunun da uzunluğu 5'tir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Baxın, maillərin oturacaqları arasındakı məsafə BF məsafəsidir, hansı ki bu proyeksiyadır. BK proyeksiyası ilə KF proyeksiyasının cəmi lazımdır bizə. Belə bir qaydamız var ki, bizim bərabər maillərin düz xətt üzərindəki proyeksiyalar da bərabərdir və yaxud da bu qaydanın tərsi də doğrudur. Bir düz xətt üzərində proyeksiyaları bərabər olan 2 mailin uzunluqları da bərabərdir. Onda Pifaqor teoreminə görə BK məsafəsi 4, KF məsafəsi də 4'dür. Ümumi BF məsafəsi olacaq 8. 28-ci suala baxaq. Görək nə deyir? Elə şəklin üstündə qeyd eləyək. D nöqtəsi AB parçasının orta nöqtəsidir. AC 10'dur. CB 2'dir. Deməli, AB ümumi 12'dir. D də AB-nin orta nöqtəsidir. Deməli, A-dan D-yə 6'dır. Onda D-dən B-yə də 6'dır. D-dən B-yə 6'dır. C-dən B-yə 2'dirsə, deməli, D-dən C-yə 4'dür. Bizdən elə istədiyi DC parçasının uzunluğudur. O da oldu 4. 29-cu sual. C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2 bölünsün 3 nisbətində bölür. Fikir verin. Deməli, AB parçasıdır. C nöqtəsi AB parçasını, burada bir C nöqtəsi var. A'dan başlayaraq deyir. A'dan başlayaraq dediyinə görə, deməli, birinci hissəmiz 2K'dır. İkinci hissəmiz 3K'dır. Ümumi AB məsafəmiz isə 5K'dır. AB 45 olarsa, yəni 5K bərabərdir 45'ə, K bərabərdir 9'a, o zaman AC 18 olar, CB 27 olar. CB'nin uzunluğunu istəyir, CB oldu 27. 30 eynisidir. 31-ci sualda
Düz xətt üzərində olan 6 nöqtənin əmələ gətirdiyi şüaların sayı parçaların sayının neçə faizidir? Demək, 6 nöqtə varsa n bərabər 6-dır. Şüa 12-dir. Parça 6 bıraq 5 bölək 2, yəni 15-dir. Deyir ki, şüaların sayı parçaların sayının neçə faizdir? Deməli, biz şüaların əvvəlcə parçaların hansı hissəsi olduğunu tapmalıyıq. 12-ni bölürük 15-ə, 3-ə ixtisar aparırıq, 5-də 4. Deməli, şüalar parçaların 5-də 4-üdür. Amma bizdən faizlə istədiyinə görə biz bunu vurmalıyıq 100%-ə. 5 100 gedər 20 qalar, 4 dəfədə 20 edər 80%. 32-ci sual eynisidir. 33-ə baxaq. AB parçasında şəkilə fikir versək, bura S-dir, bura K-dır, burada da D nöqtəsi var. SK-nın KD-yə nisbəti SK-nın KD-yə 3 bölünsün 2 kimidir. Yəni, bura 3K-dır, burada 2K-dır. AK-nın KD-yə nisbəti AK-nın KD-yə nisbəti bura 9 bölünsün 2-dir. Yəni, bura 9K-dır, burada 2K-dır. AC bərabərdir BD-yə. O da bərabərdir 18-ə. Deməli, bu da 18-dir, bu da 18-dir. SB-nin uzunluğunu tapın. SB buradan bura qədər istəyir bizdən. Demək, baxın, A-dan K-ya 9K-dır. A-dan S-yə, daha doğrusu S-dən K-ya 3K-dır. Deməli, belə çıxır ki, A-dan S-yə 6K-dır. Məsafə olaraq da AC 18-dir. 6K bərabərdir 18-dir. Buradan K bərabərdir 3-ə. Bizdən SB-ni istəyir. Buradan bura qədər ümumi. Mən SB məsafəsini tapmaqdan ötürü, baxın, görün əvvəlcə haraları toplayacağım. SK-nı, üstünə KD-ni, onun da üstünə DB-ni gələcəm. Düzdür? Yəni, SB bərabərdir SK, üstə gəl KD, üstə gəl DB. DB var 18, yazacağım yerinə. KD 2K-dır, K da 3-dür, 2 də 3-üm 6, bunun yerinə 6 qoyacağım. SK 3K-dır, K da 3-dürsə, bunun da yerinə 9 qoyacağım. 6, 9, 15, 15, 18 də olacaq 33. Deməli, SB məsafəsi 33-dür. 34 eynisidir. 35-ci suala baxaq. AB parçası üzərində götürülmüş S nöqtəsi 10-u A nöqtəsindən başlayaraq 2 bölünsün 3 nisbətində bölür. Deməli, AB parçası, söhbət MK parçasından getmir. Fikir verin, AB parçasından gedir. Deyir, AB parçası üzərində götürülmüş S nöqtəsi, üzərində bir S nöqtəsi var. Onu A nöqtəsindən başlayaraq 2 bölü 3 nisbətində bölür. Yəni, bura 2K-dır, bura 3K-dır. Ümumi AB 5K-dır. AB parçası bu düz xətt üzərində hər iki ucdan 5 cm artırılarsa, baxın, AB-ni hər iki ucdan 5 cm artırdıq. Bu zaman deyir, MC-nin SK-ya nisbəti 3 bölü 4 olar. Fikir verin, MC nəyə bərabərdir? MC. MC-ni tapmaqdan ötürü mən EMA ilə AC-ni toplamalıyam. Yəni, 5 topla 2K bölünsün SK. SK-nı tapmaqdan ötürü də 3K ilə 5-i toplamalıyam. 5 topla 3K. Bu bərabərdir, deyir, 3-ün 4-ə nisbətində. 3 bölünsün 4. Çarpaz vursaq, deməli, nə alırıq? 15 üstə gəlsin 9K bərabərdir. 20 üstə gəlsin 8K. Buradan K bərabərdir 5-ə. K 5-dir. Deməli, SB 15-dir. Burada 10-dur. Bizə deyir, AB-nin uzunluğunu tapın. AB-nin uzunluğu AC plus SB-dir. 10 topla 15 olacaq 25. 36-cı sualda eyni tipdə bir sualdır. Belə, ilk mövzumuz qutardı. Növbəti hissəmiz olacaq artıq bucaq-bucaqların ölçülməsi və tənböləni haqqında.